Problemli müştəriyə necə tək söz demədən qalib gələ bilərsiniz? Bu mənim korporativ təlimlərdə və satış təlimlərində verdiyim texnikalardandır. Müştəri ilə işləyənlər də videonu saxlasınlar. Burada siz əsas müraciət edəcəksiniz müştərinizə adı ilə. Anar bəy, sizi eşidirəm. Şikayətinizi deyin. Təbii aqressivdir, qışqırır, bağırır, kartımı bloklamısınız, kartımdan oğurluq hadisəsi olub, niyə bununla maraqlanmırsınız, bu bank hara baxır, siz hara baxırsınız. Siz də sonra qədər sakit onu dinləyib sözlərini təkrar edirsiniz. Aynalayırsınız, deyirsiniz ki, aha, deməli sizin kartınızdan oğurluq olub. Gəlin baxaq görək, ümumiyyətlə sizin kartınız təhlükəsizdirmi? Biz ona necə kömək edə bilərik ki, təhlükəsiz şəraitdə fəaliyyət göstərsin? Və başlayırsınız adamla söhbətə. Yenə də başlayır qışqırmağa. Siz elə hamınız beləsiz, yarıya qədər qulaq asırsınız. Siz ümumiyyətlə insanın problemini həll eləmirsiniz, boş-boş danışırsınız. Bax, mən bu dəfə fərqli çıxmışam qarşınıza. Mən sizə çalışacağam ki, sona qədər dinləyim və kömək edeyim. Və yaxud da elə həmişə beləsiz, yarısını dinləyirsiniz, heç xeyriniz yoxdur deyəndə deyirsiniz ki, nə yaxşı ki, sizin kimi müştərilərimiz var. Gəlib bizə problemləri deyirlər və biz də onu bilib həll edirik. Və bu kimi daha maraqlı texnikaları bilmək istəyirsinizsə, təlimlərim sizin üçündür.